Uşaq İncəsənət Festivalının yekun mükafatlandırılma mərasimi keçirilib. 27 min nəfərdən çox uşağın qeydiyyatdan keçdiyi festivalın məqsədi incəsənətin bütün sahələrində istedadları üzə çıxarmaqdır. Minlərlə uşaq, yüzlərlə səhnə çıxışı və aylarla davam edən seçim mərhələləri. Uşaq İncəsənət Festivalı bu dəfə yekun mərhələsi ilə paytaxtda başa çatdı. Azərbaycanın müxtəlif bölgələrindən gələn uşaqlar yaradıcılıqlarını nümayiş etdirmək üçün eyni səhnədə bir araya gəldi. Zaqatala şəhərindən UİF-ə qatılmışam və çox şadam ki, bu gözəl festivalda iştirak edirəm, qaliblər sırasındayam və bu gözəl səhnədə ifa eləyəcəm. Əziz müəllimim, Azərbaycanın əməkdar artisti Ramil Qasımova dərin minnətdarlığımı bildirirəm. Burada Müslüm Maqamayevin, bir də Nəbi Xəzrinin Azərbaycan mahnısını ifa eləyəcəm. Bu festivala qatılmışam və şeir nominasiyası üzrə 3-cü yerə layiq görülmüşəm. Hər kəsə təşəkkürümü bildirirəm ki, bizlərə bu dəstəyi göstərirsiniz. Müsabiqəyə qoşulan yoldaşlarımdan, dostlarımdan öyrənmişdim bu müsabiqəni və bu ildə mən öz şansımı yoxlamaq istədim və qoşuldum. Yaxşı ki də qoşulmuşam. Əslində başda inamsız idim ki, qalib ola bilərəm, amma bacardım və birinci yer oldum. Festival təkcə qaliblərin müəyyənləşməsi ilə yekunlaşmadı. Bu platforma uşaqlar üçün özünü ifadə, səhnə mədəniyyəti və komanda işi bacarıqlarının formalaşdığı bir yaradıcılıq mühiti rolunu oynadı. Seçimlər nəticəsində fərdi və kollektiv nominasiyaları üzrə yüzlərlə iştirakçı mükafatlandırıldı. Uşaqlarımız 86 rayondan, 12 Bakı rayonunda daxil olmaqla 86 rayondan 27 minə yaxın uşaq qeydiyyatdan keçibdir. Əsasən uşaqlar 3 yaş kateqoriyasında 6, 9, 10, 13 və 14-17 yaş kateqoriyalarında eyni zamanda peşəkar və həvəskar nominasiyalar üzrə yarışıblar. İncəsənətin bütün sahələri, istər fərdi, istər kollektivdə olan musiqi, xalq çalğı alətləri, klassik musiqi alətləri, eyni zamanda kollektivlərdə ansambllar, müasir rəqs ansamblı, milli rəqs ansamblı, eyni zamanda xor və digər kollektiv nominasiyalarda olub. Və ümumilikdə bizim 27 minə yaxın qeydiyyatçımız olub ki, bu günləri hal-hazırda artıq festivalın bağlanış mərasimində 512 uşaq mükafatlandırılacaq müxtəlif nominasiyalarda və yaş kateqoriyasında. Qeyd edək ki, Uşaq İncəsənət Festivalı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Lamiyə Xəqani qızı Rüfət Əliyev, İTV Xəbər.